Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil iş dəftərindən səhifə 63-dən 65-ə qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. A. Cümlələrdəki hər bir cümlə üzvünü yaz və qarşısında sualını qeyd et. Dünən uşaqlar tədbirdə həvəslə çıxış etdilər. Dünən nə vaxt? Uşaqlar kim? Çıxış etdilər. Nə etdilər? Tədbirdə, harada, həvəslə, necə? Quşların nəğməsi ətrafa yayıldı. Quşların nəğməsi nə? Ətrafa, haraya yayıldı? Nə etdi? B. Verilmiş cümlələri oxu və nümunəyə uyğun olaraq cədvəli tamamla. 1. Sabah uşaqlar dərnəyə gedəcəklər. İsmi xəbər yoxdur. Feili xəbər gedəcəklər, sualı nə edəcəklər? 2. Ən gözəl güllərdən biri də Nərgizdir. İsmi xəbər Nərgizdir. Feili xəbər yoxdur. Sualı nədir? 3. Qarışqa öz çəkisindən artıq yük daşıyır. İsmi xəbər yoxdur. Feili xəbər daşıyır. Sualı nə edir? 4. İstirahət üçün ən gözəl yer bağdır. İsmi xəbər yoxdur. İsmi xəbər bağdır. Feili xəbər yoxdur. Sualı haradır? İsmi xəbər maraqlıdır. Feili xəbər yoxdur. Sualı necədir? Bu isə 5-ci cümlə idi. C. İkinci dərəcəli üzvlər əlavə etməklə cümlələri genişləndir. 1. Dərs başladı. Dərs saat 8-də başladı. 2. Qonaqlar gəldilər. Qonaqlar axşam gəldilər. 3. Quşlar oxuyur. Quşlar həzin səslə oxuyur. Keçək səhifə 64. Keçdik səhifə 64-ə. A. Təbii çiçək xəstəliyi haqqında verilmiş məlumatları oxu. Bu məlumatlar mətnin hansı abzaslarına əlavə oluna bilər? Qarşısında abzasın nömrəsini yaz. 1. 1980-ci ildə təbii çiçək xəstəliyinin tamam yox edildiyi elan olundu. Bu gün artıq təbii çiçək virusu təbiətdə yoxdur. Bu 5-ci abzasa aiddir. 2. Bu xəstəliyə yoluxan insanın sağalma şansı çox az idi. Sağalsa belə bədənində yara izləri qalırdı. Ağır hallarda görmə qabiliyyətlərini itirirdi. Bu 1-ci abzasdır. 3. Peyvəndin ilk dəfə Çində tətbiq olunduğu güman edilir. Belə ki, Çinlilər çiçək xəstəliyinə tutulmuş insanın yarasından toz hazırlayır, insanın burnuna üfürərək bədəndə xəstəliyə qarşı immunitet yaradırlar. Bu isə 3-cü abzasa aiddir. B. Peyvəndin ixtirası mətninə istinad edərək məlumat vərəqini tamamla. İxtiranın adı peyvənd. İxtiraçı Edward Jenner. İxtiranın tarixi 14.05.1796-cı il. İxtira olunduğu yer İngiltərə. İxtiranın əhəmiyyəti. Milyonlarla insan ölümcül epidemiyadan xilas oldu. Əlavə məlumatlar. İlk peyvənd 1796-cı il mayın 14-də insanlara tətbiq edildi. Təcrübə uğurlu alındı. Keçək səhifə 65. Keçək səhifə 65-ə. A. Yoluxucu xəstəliklər mətninə aid açar sözləri yaddaş xəritəsinin uyğun hissələrində yaz. Yoluxucu xəstəliklər dinləmə mətnini müəlliminiz səsləndirəcək və ona uyğun yazacaqsınız. Su çiçəyi 5-10 yaş, qışın sonu, epidemik xəstəlik, ortasında su olan qırmızı, balaca ləkələr, dözülməz qaşınma, bədəndə yüksək hərarət, iştahsızlıq. Qızılca, bədəndə hərarət və səpki, peyvənd etdirmək, hava, damcı vasitəsilə epidemik istirahət etmək. Qrip, qızdırma və titrəmə, öskürək, halsızlıq, bədəndə ağrılar, gigiyenaya ciddi riayət etmək, 3-5 milyon insan bol maye. Göy öskürək, uzun çəkən kəskin öskürək, nəfəs almada çətinlik, 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Öskürəkdən sonra taqətsizlik, tez-tez və az-az qida.
Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.